Əlbəttə ki, saç tökülməsi ilə dəri mühitinin belə deyək də bir-biri ilə necə deyim sizə, düz mütənasibdir. Məsəl üçün örnək verəcək olsam, bəzi pasientlərimiz siqaret istifadə edir də, məsəl üçün biz buna örnək verək. Siqaret istifadə edənlərin görürük ki, dərisində daha tez qocalma və saç tökülmə, əgər genetikdə də yoxdursa, saç tökülmə tək bunu siqaretə şamil eləmək, alkoqollu içkilərdən istifadə və yaxud da kofein tərkibli, buna kofe ola bilər, qazlı içkilər ola bilər. Yəni bunların içinə biz daxil edə bilərik. Yenə də burada görürsüz nəyi biz vurğuluruq? Düzgün yaşam və düzgün qidalanma. Əgər bu yoxdursa, bizdə saç tökülmə, dərinin mühitinin pozulması, biz alopepsiya arteriyada niyə deyirik ki, bu belə deyim də stresslə qaynaqlanan və dərinin mühitinin pozulması ilə qaynaqlanan bir şeydir. Bu sahədə bunun mənbəyində bu yatır. Pasient də deyir ki, hə doktor düz deyirsiniz, biz bir həftə bundan qabaq yaxınım vəfat eləmişdi və yaxud da avariya keçirtmişdim və yaxud da elə bir əsəb keçirtmişdim ki, kişilərdə çox vaxt görürük ki, saqqalda ocaqlı tökülmə gəlir, başda gəlir. Qadınlarda da bu ola bilir, saç dəri mühiti pozulur, saç köklərində cılızlaşma olur və saç tökülür. Bəli, həm stress, həm qidalanma, yenə də yaşam şəraiti işin içinə daxil olur. Dərinin mühiti pozulursa, saç da töküləcək, dəri xəstəlikləri də bizim qabağımıza gəlib çıxa biləcək.